Yumurtaları neçəyə satırsan? Deyə xanım soruşur. Yaşlı kişi dənəsini 50 qəpikdən deyəndə xanım cavab verir ki, 10 dənəsinə 3 manat verirəm, götürürəm, yoxsa çıxıb gedəcəm. Qoca satıcı buna razılaşır. Tamam deyir, olsun. Nə qədər istəyirsən ver, al. Bəlkə də bu mənim üçün yeni bir başlanğıc olar. Çünki səhərdən bir dənə də olsun yumurta sata bilməmişəm deyir. Nəsə xanım yumurtaları alır, qazandığını fikirləşib çıxıb gedir. Sonra maşınına oturur, bahalı bir restorana gedir. Orada dostları ilə yeyirlər, içirlər. Yeməklərin çoxsu da qalır masanın üstündə və bunlar sonda hesab istəyirlər. Hesab gəlir 105 manat. Xanım çıxardıb 110 manat qoyur masanın üstünə, deyir ki, üstü qalsın. İndi məsələ burada yumurta deyil. Məsələ burada o yeyib içmək də deyil. Məsələ odur ki, niyə biz həmişə ehtiyacı olanlardan nəsə alanda güc bizdə olur? Və niyə biz həmişə ehtiyacı olmayanlara əl açırıq?